Salam dostlar, hər birinizi xoş gördük. Bugün fərqli bir mövzu ilə yenə qarşınızdayım. Bugünkü mövzumuz əmzik olsun. Uşaqlar əmziyi necə tərk edə bilərlər? Bəlkə biz valideynlər onlara dəstək olsaq daha tez bu vərdişdən əl çəkə bilərlər. Əslində bəzi övladlar vardır ki, ümumiyyətlə əmzikdən istifadə etmirlər. Mənə görə bu müsbət haldır. Şəxsən mənim övladım da əmzikdən istifadə etmirdi. Lakin böyüklərin tövsiyəsi nəticəsində səni çox incədəcək, əsəblərin korlanacaq kimi sözlərdən sonra mən də məcbur qalıb əmzikdən istifadə etdim. Yanlışmı etdim, doğrumu etdim bilmirəm, amma əmziyi tərk etmək bizdə çox asanlıqla baş verdi. Nə etdik? Sadəcə bir əmzikdən istifadə etdim və o əmzik cırıldıqdan sonra qızıma başa saldım ki, artıq sənin dişlərin çıxıb və sən əmzikdən istifadə etməməlisən. Öz razılığı ilə həmin əmziyi aparıb zibil qutusuna atdı. Və beləliklə istəsə belə vermədim, dəfələrlə göstərdim, başa saldım ki, sən diş çıxarmısan deyə artıq əmzikdən istifadə edə bilməzsən və öz istəyinlə zibil qutusuna atdın, getdi. O da bunu beləcə qəbul etdi. Amma başqa bir yöntəm də var əslində, hansı ki bizim istifadə etmədiyimiz, əmziyə şar bağlayıb onu havaya uçurmaq da mümkündür və yaxud da quşlarla göndərmək və yaxud da sobada yandırmaq. Amma bütün bunlarda uşaqlarımıza çalışaq ki, depressiya yaşatmayaq. Uşaqlara çalışaq ki, çətinlik yaşatmayaq. Yəni öz istəyi ilə etsin. Öz istəyi ilə etdiyi halda biz ona başa salırıq ki, bunu sən etdin. Yəni öz öhdəsinə buraxırıq. Ondan sonra uşaq etdiyi hərəkətlə barışır. Yaxşı, bəs əmziyi nə ilə əvəzləyək? Biz əmzikdən qurtulduqdan sonra bir müddət təbii ki, çətinlik oldu. 1-2 müddət. Bu aralarda uşaqlar barmaqlarını əmzik kimi istifadə etməyə başlayırlar. Bu isə çox böyük zərərdir. İnanın ki, barmaqlarda olan vətərlər yeyilə bilər. Bəzi valideynlər bunu müsbət qəbul edirlər, hətta əmzik əvəzinə uşaqlara barmaqlarını sovurmağa icazə verirlər. Çalışın bunu etməyəsiniz. Zamanla həmin barmaqlar nazilə sümük ovula bilir. Bu isə gələcəkdə uşaqlara böyük zərərlər verə bilər. Mən məsələn başa salırdım ki, o əlini ağzına aldıqda deyirdim ki, dişlərin çıxıb, sən əlini bilmədən dişləyə bilərsən, bu səni incidə bilər. Bu kimi fikirlərlə, bu kimi sözlərlə mən onu ikna eləyə bilirdim. Düşünürəm ki, bunu hər bir kəs edə bilər əslində. Evladlarımız bizim ən dəyərli sərvətimizdir. Çalışaq ki, onlara zərər vermədən, onlara zərərli olan vərdişləri tərk edək. Bu arada əmzik yemək bildiyiniz kimi diş inkişafına, eyni zamanda damaq inkişafına çox böyük zərərdir. Həmçinin xəstəliklərin yaranmasında da xəstəlik gəlir, amma uşaq onu xəstəlikdən gec qurtulur. Bunun bir səbəbi də məsələ əmzikdir. Çünki mikrob qalır soskada, həmin o əmzikdə və uşaq onu sovurduqca o mikrob bədəndən xaric olunmur. İnfeksiya isə ilk növbədə bildiyimiz kimi buruna, daha sonra boğaza düşür, oradan isə ciyərlərə düşdükdə artıq şiddətli fəsadlar qoya bilər. Şəxsən mənim evladım da əmzik istifadə etdiyi müddətdə xəstələndiyi zaman çox gec sağalırdı. Lakin əmzik istifadə etmədiyimiz zaman biz xəstəlikləri daha rahat keçirirdik. İlk növbədə çalışaq ki, evladlarımızla elə danışaq ki, onların etdiyi hər bir hərəkətin səbəbi məsələ onlar özləri olsunlar. Əgər qərarları onlar özləri verirlərsə, sizə çox da təkid etməyəcəklər. Ola bilər, uşaqdır, ağlaya bilər 1 gün, 2 gün. Siz ona fikir verməyib, təkrar eyni hadisələri başa saldıqda o sizinlə razılaşmalı olacaq. Biz əmziyi tərk etdiyimiz zaman belə bir təcrübə ilə də yaşadıq. Mənim qızım 1 yaş 4 ayında əmzikdən özü imtina etdi. Daha sonra mən onu bağçaya yazdırdıqda, hansı ki kiçik qrupdaydı, təbii ki 3 yaşından qoymuşam, 2 yaş yarımından isə müəyyən bir müddət göndərmişəm, bağça təcrübəsi olsun deyə. Həmin ərəfələrdə isə övladım digər uşaqlarda əmzik yediklərini gördükdə o da istəyirmiş. Mən əslində kameradan görürdüm. Və sən demə, müəllim qızımı yatıran zaman ki, kameradan mən o hissəni görmürdüm, uşağa əmzik verirdi. Günlərdən bir günü mən evladımın çantasında əmziyi gördüm və müəlliməyə bildirdim ki, bağçada hansısa bir uşağın əmziyi təsadüfən mənim qızımın çantasında qalıb ki, mən zaten bundan xəbərsiz idim. Müəllim də mənə qayıtdı dedi ki, bizdə özəl bağçadır, uşağınız əmzik istədiyinə görə biz ona artıq əmzik veririk ki, o
öz həvəsini alsın ondan, başqa uşaqlarda görüb istəməsin. Təbii ki, mən buna qarşı çıxdım. Sizlərə də məsləhət bilirəm. Əgər başınıza belə bir hadisə gəlirsə, ona mütləqdir ki, qarşı çıxın. Yoxsa sonradan daha gec olacaq. Əgər bir valideyn evladını nəyisə qadağa qoyursa, kənardan kim olursa olsun ona müdaxilə etmək düzgün hərəkət deyil. Çünki bu uşaqlarda artıq başqa bir vərdiş formalaşdırır. Valideyni dediyi sözləri önəmsəməmək. Anam qoymasa da olar, müəllim icazə verir kimi fikirlər formalaşdıra bilər. Bu təkcə valideynlərlə deyil də, bəzən nənə-babalarla və yaxud da digər şəxslərlə, hətta qonşularla və ya xala-bibilərlə də yaşana bilər. Amma çalışaq ki, valideynin tərbiyə etdiyi övladın istək və arzularına qarışmayaq. Əgər ana nəyisə qadağa qoyursa, onun dedikləri haqdır, doğrudur. Kənarda iradınızı bildirə bilərsiniz, amma uşağın yanında valideynə irad bildirmək, onun fikirlərinin əksinə getmək tövsiyə olunmur. Bu uşaqda gələcəyə çox böyük problemlər çıxara bilər. Valideyn övlad ilişkisində, münasibətində böyük problemlər yaşaya bilərik. Bugünkü mövzumuz əmzik oldu. Əmzikdən qurtulmağın yollarından danışdıq. Hər birinizə uğurlar arzulayıram.